Deməli 27 sual, 27-ci sualda bizə bir burada informasiya verir. Mətn kimi. Bir də qrafik verir. Deməli mən bu iki qrafiklə informasiya birləşdirəcəm, bir şey çıxaracağım ortaya. Nəyi dissosiya eləməliyəm? Magnezium klorid. O zaman magnezium kloridin dissosiyasını yazaq da. Magnezium klorid normal duzdur. Bir mərhələdə dissosiya edir. Magnezium neçə müsbət? 2 müsbət. Və 2 dənə də yəni normalda bunun 1 molu neçə mol magnezium verir? 1 mol magnezium verir, 2 mol xlor. İndi ikinci sual. Alınan iyonlardan xlorun mu miqdarı çoxdur, magneziumun mu? O zaman alınan iyonlar bunlar deyil, alınanlar. Kim çoxdur? O zaman bu xlor mənfidir də. O zaman bu da magnezium müsbətdir, bu da kim müsbət? Bu da magnezium klorid. Elədir. Yaxşı, sual. Xlor mənfinin miqdarını verib də, nə qədər alınır? 16 mol. Bunun 16 mol alındığı şəraitdə magnezium nə qədər alınır? 8 mol alınır. Çünki dedin ki 2 dəfə az, 2 dəfə. Bəs magnezium klorid nə qədər parçalanır? O da 8 mol. İndi sual. Mən qaba nə qədər magnezium klorid atmışdım? Gel əvvəla. Nə qədər atmışdım? 10 mol. Deməli mən 10 mol magnezium klorid həll eləmişdim. Sual. Neçə molu dissosiasiya elədi? Neçə molu? 8 molu dissosiasiya elədi. Sual. Neçə faizdir dissosiasiya dərəcəsi? 80%. Nə istəyirdi səndən? İndi hara düşdü? Çox çətin hara düşdü? Asana yoxsa çox asana? Asana düşdü.